Dördüncü suala baxırıq. Deyir, verilmiş cümlələrlə bağlı cədvəldəki yanlış fikirlər. Birinci cümləmiz belədir ki, o elə səhər axşam çürün qırağında dayanıb nəsə pıçıldayır. Burada söhbət əvəzliklərdən gedir. İsmi əvəz edən əvəzliklərin məna növü. Burada bir əvəzlik ismi əvəz etmişdir o, ki, şəxs əvəzliyi və nəsə sözü ilə fərqlidir. Çünki bu qeyri-müəyyən əvəzlikdir, məna növləri fərqlidir. İşarə və şəxs əvəzliyi quruluşca eyni növdədir. Burada işarə əvəzliyi yoxdur deyə ikinci fikir səhvdir. Lalə bütün bunları bilsə də hey danışır. Bəlkə də bizə təskinlik vermək üçün deyirdi. Burada bütün sözü və bizə sözü vardır. Baxırıq, işarə əvəzliklərindən biri ismi digəri sifətə əvəz etmişdir. Baxaq görək neçə işarə əvəzliyi var burada. Heç işarə əvəzliyini görmürük. Qrammatik şəkilçi qəbul etmiş əvəzliklərin məna növü fərqlidir. Qrammatik şəkilçi qəbul etmiş əvəzlik deyəndə bizə sözünü burada görürük. Bir də bunları. Bunları sözü bəli qrammatik şəkilçi qəbul etmişdir. İşarə əvəzliyidir. Bizə sözü isə şəxs əvəzliyidir. 4 doğrudur, 3 yanlışdır. Deməli 2 3 yanlışdır. Bizə 2 3 lazımdır. 4-ün və 1-in olmadığı, 2-nin və 3-ün olduğu cavabları götürəcəyik ki, belə baxırıq A-dır cavabımız. 6-cı, 5-ci, 6-cı fikirlərə də baxaq. Açsan, ev eşik sənin bu qoca əldən düşmüş vaxtında nəyinə gərəkdir? Burada nə sual əvəzliyi, sən şəxs əvəzliyi, bu qoca vaxtında işarə əvəzliyi vardır. Əvəzliklərin hər biri müxtəlif məna növündədir. 5 doğrudur. Şəkilçi ilə işlənmiş əvəzliklərin quruluşca fərqlidir. Baxırıq ki, şəkilçi ilə işlənmiş olsa da yenə də sən, bu və nə sözləri quruluşca sadədir. 6 yanlış fikirdir. Doğru cavabımız A-dır.